Salam uşaqlar, bugün rus dili 10-cu sinif üçündür və bizim 28-ci dərsimizdir. Burada testlər verilibdir. Gəlin onları da işləyək. Çox az qalıbdı. Onları da hamısını paylaşın. Bu kitab qutarsın. Deməli, videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir uşaqlar. Çöldən səs gəlir. Fikir verməyin. Так, birinci sualımız belədir. Соедините части слов так, чтобы получились три причастия. Deməli, bu hissələrdən sözlər düzəltməliyik. Onlar da olsun причастие. Вообще, причастие nə deməkdir uşaqlar? Причастие, yəni feilin və sifətin birləşməsidir də. Yəni ona причастие deyirik. Tutaq ki, feil bizdə atadır, sifət bizdə anadır. Əlbəttə ki, balası da olacaq причастие-də. Belə deyək. Ona görə də biz burada nəyi bilməliyik? Причастие bizdə hərəkət bildirir və какой, что делающий, что сделавший deyə suallarına cavab verir. Bir də həmişə bax sufikslər olur da. Yəni bu sufiksləri sözün ortasında görsəniz, məsələn, o dəqiqə bilə bilərsiniz ki, bu bizdə причастие-dir. Так. Olsun причастный оборотda olanda, yəni feili bağlamada olanda da bu sufikslərə görə siz onları tapa bilərsiniz də. Məsələn, tak, ş olur, ş olur, sonra n olur, 2n olur ya da t olur. Bax, причастие budur. İndi buradan hansı sözlər alınır? Məsələn, alınacaq ki, tak, расстилающие. Birinci məsələn, bax bu söz olar. Расстилающийся. Расстилающийся birinci söz. Sonra olacaq званые. Званые. И üçüncü olar шитые. Так, elə bura yazım. Шитые. 3. Дальше. 2'de вставьте пропущенные буквы, чтобы получить причастие. Так, burada yazmışam. Усыпанный, освещенный, разбросанный, сложенный, выученный, принесенный. Укажите причастие плюс существительное. İndi причастие ilə существительное tapmalıyıq burada. Deməli, синяя даль, древняя история, синий небосвод, древний город. Burada isimdən sifətin özüdür. Amma dремлющий görsünüzmü? Yuş deyə уже var burada суффикс. Ona görə də biz C variantını götürürük. Так, укажите предложение, в котором нет причастного оборота. Yəni feili bağlama yoxdur deyir harda. Onu gərək. Так, baxaq. Рассказ прочитанный в классе. Прочитанный где? В классе. Görürsünüz, запятой ilə də görsənir ki, bax, burada причастный оборот var. Прочитанный. Сестра прочитала книгу о природе, взятую из библиотеки. Bax, niyə причастный оборот? Siz который deyə sözü işlədə bilərsiniz. Məsələn, сестра прочитала книгу о природе, которую взяла из библиотеки, məsələn. Bu şəkildə. Никто не услышал весеннего грома, который прозвучал в лесу, например. Прозвучавшего в лесу. Burada da var. Стремительно несутся горам облака, растрепанные ветром. Burada da var. Amma E variantında желтеющие посевы не обещали хорошего урожая. Burada уже yoxdur. 5'te вставьте пропущенные буквы, deməli, hərfləri yazmalıyım. Девочка слушала объяснение учителя, посматривая по сторонам. Летающая над костром бабочка была необычайно красива. Альпинисты, пренебрегающие опасностью, поднимались вверх. Поднявшись, он быстро подошел к окну. Туча, набежавшая из-за леса, закрыла солнце. 6'da. Так. Tam sizə görünür uşaqlar. Yaxınlaşdırın biraz da. Tak. Qoy tam sizə görünsün. Videonu dayandırıb yaza bilərsiniz uşaqlar. Так. 6'da da черный дым, burada da пропущенные буквы. Черный дым, поднимавшийся из-за леса, застилал горизонт. Потрескивая, догорал костер. Отметив маршрут, туристы устроились на ночлег. Раздающий слева грохот заставил меня оглянуться.
Охотники любовались степью, остывшей за ночь. Небо, усеянное звездами, манило к себе. 7'de укажите предложение, где нет деепричастного оборота. Деепричастного, вообще деепричастие, nerede? Burada ata fiildi, ana zərfdi, balası da əlbəttə ki deyeprичастие. Yəni fiili sifətdə belə deyək. Azərbaycan dilində. Hansı suallar? Что делая, что сделав. Burada da sufiksləri, yəni necə tapa bilərik. Məsələn, что делаешь, что сделав sualına verilir. Как, куда, когда, почему deyə suallar var və məsələn, onlarda sufiksləri olur. Məsələn, a, ya, v, sonra tak, вши ya da şi ilə bitir. Bax, onu siz o şəkildə də tapa bilərsiniz, yəni. Выбирая декор для новой квартиры, мы объездили все магазины в городе. Выбирая что? Декор. Görürsən, выбирая. Ya ilə demişik də bizdə. Выбирая декор для новой квартиры. Еще запятой ilə burada görsənilir ki, budur. Burada var. Труппа отыграв, вы ilə. Görürsünüz, отыграв очередной спектакль, вечером отправились на пикник в лес. Отыграв что? Спектакль. Правильно? Дальше. Сад, сбросив листву. Burada da запятой ilə görsədir ki, bu deyiprичастный оборотdur. Сбросив что? Листву deyə bir sual da verə bilərik burada. Yəni, deyiprичастиеdə asılı söz olmalıdır. Листву, сбросив что? Листву. Подпрыгнув, он смог дотронуться до нижней ветки дерева. Подпрыгнув, burada уже təkdir. Зависимый asılı söz yoxdur. Ona görə də burada деепричастный оборот yoxdur. Мальчик шел по берегу, оставляя за собой мокрые следы. Оставляя что? Следы deyə biz bilirik ki, уже bu деепричастный оборотdur. Deməli, D variantında bizdə yoxdur. Так, дальше. Так. Uşaqlar, nəysə yaxşı görükmür. Burada qoyum, düzəldim bunu. Tak, uşaqlar düzəltdim. Nəysə fokusu yaxşı deyildi. Bir də görsədim burada. Bəlkə də deyirəm, ola bilər ki, yaxşı düşmədi. Tak. Videonu dayandırıb yaza bilərsiniz. Olur. Aha, indi baxıram ki, yaxşıdır. 8'də. Сколько наречий предложение. Yəni, deyir ki, bu cümlədə neçə dənə zərf var. Утром внезапно пошел сильный дождь. Утром, когда? Утром, zərfdir. Внезапно, qəfildən. Как? Внезапно. Deməli, qalanları уже burada 2 dənə. B variantıdır. 9'da. Укажите наречие среди выделенных слов. Он был аккуратно одет. Он был аккуратно одет. O səliqəli geyinmişdir deyirik də. Tak, burada A variantı niyə görə biz götürdük? Çünki burada akkuratna, как deyə necə də belə deyək də akkurat. On был akkuratna. O çox belə deyək də akkuratna, yəni. Səliqəli. Necə səliqəli deyə biz ona görə də götürə bilərik. Солнце светило по-весеннему. Günəş yazdakı kimi parlayırdı deyə по-весеннему da. Как? По-весеннему deyiriksə biz уже necə də по-весеннему. Burada da наречие var, zərf var. Они восхищались сибирской зимой. Сибирская зимой уже burada прилагательныdır. Yəni sifətdir. Zima какая? Sibirskaya. Biz məsələn belə deyək də sifəti hər bir cinsə görə dəyişə bilərik. Məsələn, Sibirskaya zimoya, Sibirskaya zimada belə sonluğu dəyişə bilərik. Amma məsələn, akkuratno, по-весеннему, məsələn, biz onu düzəldə bilmərik. Yəni, ni по родам, ni по числам, ni по падежам. Yəni, orada dəyişmir. Язык острее меча. Burada острее меча, burada уже сравнительная степень прилагательного. Острее. Burada sifətin müqayisə dərəcəsidir.
Ona görə də bunu da götürmürük. Burada dediyim kimi Sibirskaya burada sifətdir. Лес был сплошь усыпан листьями. Как сплошь deyiriksə, burada da уже zərfdir. Так, onda укажите соответствие. Burada da deməli поневоле. Так, поневоле у нас поневоле идти поневоле deyə bilərik də. Ondan sonra совершенно секретно тоже. Так, дальше. Специально задержаться, позже встретиться и навстречу ветру. Bu şəkildə olar. İndi keçək bizim deməli mətnimizə uşaqlar. Tam görsədim bir də. Tak, mətnə keçək, mətni oxuyum, ondan da sonra tərcümə edim ki, işləyə bilək. Есть что-то особенное в природе, что вызывает у человека чувство восхищения. Deyir ki, təbiətdə insanda heyranlıq hissi oyadan bir şey var. Одним из таких мест на Земле является лес. Yer üzündə belə yerlərdən biri də meşədir. Здесь можно насладиться тишиной, свежим воздухом и красотами природы. Deyir ki, burada səssizlikdən, təzə hava və təbiətin gözəlliyindən həzz almaq olar. Лес – это место, где природа живет своей жизнью, чаще не затронутой человеком. Meşə təbiətin öz həyatını yaşadığı, çox vaxt insan tərəfindən toxunulmamış bir yerdir. Так. Гуляя по лесу, можно наблюдать за разнообразными растениями и деревьями. Deyir ki, meşədə gəzərkən müxtəlif bitkilərlə və ağaclara nəzər yetirə bilərik də, görə bilərik. Некоторые деревья тянутся к солнцу, а другие предпочитают tень. Deyir ki, bəzi ağaclar günəşə doğru uzanır, digərləri kölgəni üstün bilirlər də, yəni üstün tuturlar. Одни деревья сбрасывают листья осенью, а другие остаются зелеными круглый год. Deyir ki, bəzi ağaclar payızda yarpaqlarını tökür, digərləri bütün il yaşıl qalır. Лес является домом для многих видов животных и птиц. Meşə deməli çoxlu heyvan və quş növləri üçün bir evdir. Так. Наблюдая за ними, можно узнать много интересного об их повадках и образе жизни. Yəni deyir ki, onları müşahidə edərək onların davranışları və həyat tərzləri də haqqında çox maraqlı şeylər öyrənə bilərik. Все это многообразие природы делает лес таким уникальным и неповторимым. Bütün bu təbiət müxtəlifliyi meşəni belə unikal və təkrar olunmaz edir. İndi 11-ci sual belədir. Укажите основную мысль текста. Əsas ideya nədəndir? Əsas söhbət nədən gedirdi? Əlbəttə ki, burada meşədə təbiətin müxtəlifliyindən danışırdı. Düzdürmü? Deməli, biz C variant многообразие природы в лесу deyə C variantını seçirik. 12-də восстановите логическую последовательность. Так. 12-də gəlin baxaq. Лес является уникальным и особенным в природе местом, где можно насладиться тишиной, наблюдать за разнообразными растениями и деревьями, узнать много интересного о повадках животных и птиц. E variantıdır. Так. Bu şəkildə. Keçək 13-cü sualımıza. 13-cü sualda gəlin baxaq. Какой вопрос не соответствует содержанию текста? Hansı deyir ki, mətnə uyğun deyil. Что вызывает у человека чувство восхищения? На это у нас есть. Есть что-то особенное в природе, что вызывает у человека чувство восхищения. Одним из таких мест является лес. Да? Что вызывает у человека чувство восхищения? Это лес. Var. Дальше. Почему можно насладиться тишиной, свежим воздухом и красотами природы? Почему? Потому что так, это особенное место в природе, да, поэтому. Так.
Дальше. Когда можно наблюдать за разнообразными растениями и деревьями? Бak, C variantın sualına biz cevap конкрет таппырық. Ona göre de C варианта burada уже. Чем лес является для многих видов животных и птиц? Biz de bilirik ki домом. Лес является домом для многих видов животных и птиц diye burada var. Дальше. Что делает лес таким уникальным и неповторимым? Все это многообразие природы делает лес таким уникальным и неповторимым. В общем, C вариантында burada metne uygun değil. Какой вопрос соответствует содержанию текста? Hansı değer metne uygundu? Deməli, что не вызывает у человека чувство восхищения, где нельзя насладиться тишиной, свежим воздухом и красотой природы, bunlara yani metne uygun değil, ama C вариантында где природа живет своей жизнью, чаще не затронутой человеком. Burada var da. Burada лес это место, где природа живет своей жизнью, чаще не затронутой человека diye metinde var. Так, 15'te допишите предложение по тексту. Metine göre biz bunları yazmalıyıq. Gəlin onları da yazaq. Tak. Tam göstərə bildim. 13'te C, 14'te C, 15'te. İndi 15-ci sualda da necə? Deməli, əvvəllərini yazmışam, qalanını da yazmadım, uşaqlar özünüz. Одним из таких мест на земле является лес. Sonra 2'de здесь можно насладиться тишиной, свежим воздухом и красотами природы. Третий. Некоторые деревья тянутся к солнцу, а другие предпочитают тень. И одни деревья сбрасывают листья осенью, а другие остаются зелеными круглый год. Yani burada uşaqlar var metinde, ona göre de özünüzde yazabilirsiniz. Так, дальше 15'i yazdık. Şimdi 16. Так, 16. Дополните диалог по тексту. Şimdi diyalogumuz var burada. Gelin onu da ben yazım. Tam size aydın olsun. O da metinden yazabilirik de onu. Так, что такое лес? Ve biz yazırıq диалогда. Лес это место, где природа живет своей жизнью, часто не затронутой человеком. Yani deyir, meşə nədir? Meşə təbiətin öz həyatını yaşadığı və çox vaxt insan tərəfindən toxunulmayan bir yerdir. Ondan sonra ikinci. Где можно наблюдать за растениями и деревьями? В лесу можно наблюдать за разнообразными растениями и деревьями. Bitkilərə və ağaclara harda müşahidə aparmaq olar? Meşədə müxtəlif bitkilərə və ağaclara nəzər yetirmək olar deyə biz cavab veririk. 3'te. Где можно узнать о повадках животных и птиц? Biz de yazırıq ki, наблюдая за животными и птицами в лесу, можно узнать много интересного об их повадках и образе жизни. Diye bax bu şəkildə də yaza bilərik. Yəni deyir ki, heyvanlar və quşların davranışı haqqında hardan məlumat almaq olar? Biz də cavab veririk. Meşədə heyvanlara və quşlara müşahidə apararaq onların davranışı və həyat tərzləri haqqında çox maraqlı şeylər öyrənə bilərik deyə bax bu şəkildə yazırıq. Так, дальше. 17'de burada da заявление ərizədir. Özünüz də yazabilirsiniz. Ben bu şekilde yazdım. Директору школы номер 1 Шамкирского района Ибрагимову от ученицы 10 класса данной школы Мамедовой Айдан. Прошу, Эрза, заявление. Прошу вас принять меня в профильный класс естественно-научного направления школы. Data и подпись. Burada deməli ərizədə məni məktəbin təbiət elmi istiqamətli profil sinifinə qəbul etməyinizi xahiş edirəm deyə bu şəkildə yaza bilərik. Tak, tam görsədim uşaqlar. Aha. И 18'de uşaqlar burada опишите ваш любимый уголок природы. Burada da biz nə yazmalıyıq? Sevdiyiniz təbiət güşəsini təsvir edin deyə yazıbdı. Gəlin özümüz indi yazaq. Onu mən nümunə kimi yazdım. Siz də o şəkildə yazarsınız. Так, uşaqlar, mən indi bunu bu şəkildə yazdım. Мой любимый уголок природы – это небольшой парк возле нашего дома. Там растут высокие тополя и цветут кусты сирени. Весной там особенно красиво, поют птицы, а воздух наполнен ароматом цветов. Я часто прихожу туда после учебы, чтобы отдохнуть, почитать книгу или просто помечтать.
Там всегда тихо и спокойно, даже в шумные дни. Этот парк для меня место, где можно остаться наедине с собой и природой, забыть о повседневных заботах и просто насладиться моментом. Bax bu şəkildə yaza bilərsiniz. Yəni yazdım ki, sevdiyim təbiət güşəsi evimizin yaxınlığında olan kiçik bir parkdır. Orada hündür ağaclar və yaşıl çəmənliklər var. Yazda deməli yasəmənlər var. Ondan sonra yazda xüsusilə gözəl olur. Quşlar oxuyur. Hava deməli havada gül ətri ilə dolur da. Dərsdən sonra tez-tez ora istirahət etmək, kitab oxumaq ya da sadəcə xəyallara dalmaq üçün gedirəm. Sonra ora həmişə sakit və rahatdır. Hətta belə deyək də, ən qərəzli günlərdə belə. Bu park mənim üçün özümlə və təbiətə tək qala biləcəyim, gündəlik qayğılarını unuda biləcəyim və belə deyək də, anının belə deyək də, ləzzətini çıxara biləcəyim bir yerdir. Bax bu şəkildə, yəni yaza bilərsiniz. Yəni bir də deyirəm uşaqlar, bu nümunədir. Siz də özünüz də yaza bilərsiniz. Sağ olun, görüşərik.